Salam, hər vaxtınız xeyir olsun. Gəlin 10 dəqiqədə energetik mübadilənin mexanizmini öyrənək bugün. Deməli, energetik mübadilə harda baş verir? Mitoxondrilərdə baş verir. Əla, biz bilirik ki, mitoxondrilər iki membranlıdır. Onun xarici membranı var və daxili membranı var. Daxili membranı adlanacaq kristlər, yəni piklər və çıxıntılar və orada maye mühitimiz olacaq. Matrix. Mitoxondrilərdə gedən prosesə tənəffüs də deyirlər, hüceyrənin tənəffüsü də deyirlər. Çünki burada oksigen iştirak edir, oksigen karbon qazına çevrilir. Və bu sayədə böyük bir enerji alınır. Əslində biz oksigeni nə üçün istifadə edirik? Yəni eukaryot və aerob canlılar oksigeni nə üçün istifadə edir? O üçün istifadə edir ki, biz enerji alaq, yaşaya bilək. Oksigen bizə enerji üçün lazımdır. İndi bu prosesdə kimdə gedir? Mitoxondrilərdə gedir. Mitoxondrilərdə bu proses, yəni bu enerji mübadilə, enerjinin alınması 3 mərhələdə gedir. Birinci mərhələ hazırlıq mərhələsidir. Hazırlıq. Hazırlıq adı üstündə hazırlaşmaqdır. Burada artıq polimerlər monomerlərə çevrilir. Məsələn, sənə nişastamı verib glikozaya çevriləcək. Zülalımı verib amin turşuya çevriləcək. Sonra polimerlər, nukleotidlər, nuklein turşuları nukleotidlərə çevriləcək. Yəni burada hazırlıqda nə baş verir? Parçalanma baş verir. İstilik əmələ gəlir. Burada nə alınacaq? Monomerlər və bir də istilik əmələ gəlir. İstilik. Amma hüceyrə bu istilikdən qəti bir şəkildə istifadə etmir. Sadəcə istilik əmələ gəlir və xarica deməli yayılır. İstilik, yəni enerji falan heç nə əmələ gəlmir. Bura sadəcə hazırlıqdır. İkinci mərhələ isə oksigensiz tənəffüsdür. Oksigensiz tənəffüs adı üstündə. Oksigen yoxdur. Oksigen yoxdursa, deməli əgər oksigensiz mühitdə yaşayan canlı bu tənəffüsdən istifadə edəcək də. Niyə eləməsin ki? Oksigen yoxdur axı. Məsələn, qaraciyər sorucusu yaşayır insanın qaraciyərində. Oksigen yoxdur. Niyə yeyəcək? İkinci mərhələdə dayanacaq. Deyəcək, qardaş, oksigen yoxdur, mən artıq tənəffüsün enerjinin digər mübadiləsinə keçmirəm. 2 mərhələdə dayanıram. İnsan asqaridi 2 mərhələdə dayanacaq. Yetkin fərdi təbii ki. Oksigensiz mühitdə yaşayan, yəni anaerob mühitdə yaşayan canlılar enerji mübadiləsinin sadəcə 2 mərhələsini yaşayacaq. Birinci və ikinci. Oksigensiz mərhələ. Oksigensiz mərhələdə nələr baş verir? Əlbəttə ki, C3, C6, H12, O6, yəni bizim glikozamız əvvəlcə piroizm turşusuna C3, H4, O3-ə parçalanır. Bu olacaq piroizm. Sonra bu piroizm turşusu da dayanıqsız olaraq süd turşusuna parçalanır. Yəni C3, H6, O3-ə 2 mol. Burada da 2 mol. Parçalanacaq. Bu sayədə, bu proses sayəsində enerji alınacaq, amma az miqdarda enerji alınacaq. Nə qədər enerji alınacaq? 2 mol ATF alınacaq. ATF. Nəydən alınacaq? ADF-dən alınacaq. 2 mol ADF-dən 2 mol ATF alınacaq. Plus 2 mol da su alınacaq. H2O alınacaq. Və 200 kilojol da enerji alınmış olacaq. Kilojol da enerji alınacaq. Bu 200 kilojolun hamısını istifadə edə bilməz bu canlı. Onsuz da bunu elə Allah cəzalandırıb, Allah vurubdur. Bu oksigensiz mühitdə yaşayır. Ona görə bunun cəmi 80-ını ATF şəklində toplayacaq. Deməli, 80-ını ATF şəklində toplayacaq. ATF. Qalan 120-sini isə istilik şəklində ətrafa yayacaq. Yayıldı. Nə oldu? İstilik. İstilik şəklində yayıldı. Və burada dayandı. Və bu canlılar burada dayandı. Amma bizim kimi eukaryot və aerob mühitdə yaşayan canlılar, yəni mitoxondrisi olan canlılar 3-cü mərhələyə də gedir. 3-cü mərhələ. 3-cü mərhələmiz nə olacaq? Oksigenli mərhələ. Oksigenli mərhələ. Energetik mübadilənin oksigenli mərhələsi. Oksigenli mərhələ varsa, deməli artıq işlər qarışdı. Oksigen də burada iştirak edəcək. Amma necə iştirak edəcək? Burada gördüyümüz bu süd turşusu 2-ci mərhələmizdə var idi. Gəlir 3-cü mərhələyə. 3-cü mərhələyə gəlir və ilk olaraq daxildə, içəridə hidrolizə uğrayır. Hidrolizə uğrayır. Nə olur? C3, H6, O3 plus H2O. Buradan əmələ gələcək çoxlu nələr? Hidrogenlər. Hidrogenin bir dəqiqə. Burada
Bircə dəqiqə. Deməli, karbon qazı və hidrogen sıfırlar əmələ gəlir. Hidrogenin, mən bunların sıfır, yəni neytral hidrogen, orada heç oxumadım, neytral hidrogen deyir. Və bir də karbon qazı əmələ gələcək, CO2 əmələ gələcək. Bu hidrogen neytrallar, deməli, hidrogen neytrallar elektron itirməyə başlayacaq və belə deyək də, neytral hidrogenlər elektron itirməyə başlayacaq və hidrogen müsbətlərə çevriləcək. Bu hidrogen müsbətlər xarici divara düzüləcək. Çıxıb xarici divara düzülürlər. Başlayırlar düzülməyə. Mitoxondrin daxili divarının xaricinə. Xarici divara yox, daxili divarının xaricinə düzülürlər. Mən cümləni niyə səhv deyirəm axı? Deməli, hidrogenlər düzək bura. Deməli, nədir hidrogenlər? Çıxdı daxili divarın xaricinə düzülür. Daxildə nə baş verir? Daxildə isə bura daimi bir şəkildə mitoxondrin daxilinə oksigen keçir. Axı oksigenli mühitdə yaşayır bu canlı. Oksigen keçir. Və oksidaza fermentinin təsiri ilə, bax bu qopan hidrogenlər var ha. Bu qopan hidrogenləri məcburçuluqla bu oksigenə verirlər ki, sən bu hidrogeni al. 2 dənə hidrogen nəmişə elektron, hidrogendən qopan elektronu al. Və oksigen mənfiyə çevrilir. Oksigen mənfiyə çevrilir. O iki mənfi belə deyək. Oksigen mənfiyə çevrilir. Və bu mənfi oksigenlər düzülür daxili divarın daxilinə. Daxili divarın daxilinə. Fikir ver, xaricdə müsbət, daxildə mənfi varsa, deməli burada potensiallar fərqi yaranacaq. Potensiallar fərqi yaranacaq. Və potensiallar fərqi 200 millivolta çatdıqda ATF sintetaza kanalı buradan açılır. Deyir, vəbşə, müsbətlər, gəlin keçin içəri qonaq olun. Niyə? Daha divarı qırırsınız. Buradan hidrogen müsbətlər gəlir, başlayır içəriyə doğru keçməyə. Bu içəriyə doğru keçərkən hidrogen müsbətlər buradan ATF alınır. Hər 24 dənə hidrogen keçdikdə 36 mol ATF alınır. ATF. Nəydən alınır bu da? ADF-dən alınır. ATF alınır. ADF-dən 36 mol ATF alınmağa başlayır. İndi bunun ümumi tənliyin, yəni ümumi reaksiyanı yazsaq, bir dəqiqə oksigenin alınması, hədə burada oksigenin alınmasını dedik. Bu oksigen alındı. Oksigenin alınması alınandan sonra, bu oksigen mənfilər alınandan sonra və hidrogen də içəriyə keçərkən ATF alınandan sonra süd turşusu bu oksigenlə, yəni başlayır daxildəki oksigenlərlə, hidrogenlər daxilə keçir, oksigenlərlə birləşir. Mən sizdən demək unutdum, deyirəm də. Hidrogen pluslar, deməli, daxilə keçərkən bu oksigen mənfilərlə birləşir və əmələ gətirir. H2O və atomar oksigen. Bu oksigen artıq süd turşusunu başlayır parçalamağa. Bax, süd turşusunun oksigenli parçalanması burada gedir. Qalan süd turşusunu burada oksigenli olaraq 2 mol süd turşusunu parçalayır. Bu oksigen. Plus, buradan hidrogeni də keçir axı. Tap-tap içəri keçirlər bunlar. Keçərkən ADF-lər sərf olunur. Nə qədər? 36 mol ADF sərf olunur. Sərf olunur deyəndə, yəni xəşlənmir. Özünə H3PO4 birləşdirir. Sərf olunur bu şəkildə. H3PO4 36 moldu. Birləşdirir və əmələ gəlir. Əlbəttə ki, süd turşusu parçalandı. Əvvəl nə əmələ gəldi? Karbon qazı. Karbon 12. Üstünə gəl 6 mol karbon 12. Üstünə gələk. Burada başqa nəyimiz var bizim? ATF 36 mol ATF. Plus 42 mol H2O. Su. Başqa nəyimiz qaldı burada? ATF getdi, ADF getdi. Bu qədər. 42 mol su və enerji. Nə qədər enerji? 2600 kilojol enerji. 2600 kilojol enerji. 2600 kilojol enerjim hamısı istifadə oluna bilərmi? Xeyr, təbii ki. Bunun 1440-ı görək, düzmü dedik? 36-nı 40-a vuranda nə edir? Axı bir ATF-in bir dənəsi, baxın, ADF-dən ATF-ə keçərkən bir dənə makroelgik rabitə əmələ gəlir. Ona görə 36-ın 40-a vuracaq. 4 dəfə 6 24, 4 dəfə 3 12, 2 dəfə düzdür. 1440-ı ATF kimi toplanacaq. ATF 1600-dən 1440 çıxanda neçə qalır? Müəlliməniz onu
hesablamamaq üçün buradan ümumi tənliyə baxacaq. 1160-ı 1160-ı isə nə edəcək? İstilik şəklində ayrılacaq. Mən rəqəmləri əzbərləmirəm. Mən hamısını məntiq olaraq yadda saxlayıram. Buradan 36 mol ADF-dən 36 mol ATF əmələ gələrkən bir dənə makroergik rabitə artmış olur deyə, bu makroergik rabitənin biri də 40 kilojouldur deyə, mən 36-nı 40-a vururam. Bilirəm ki, 1440 ATF toplandı enerji şəklində. 2600-dən də 1440 çıxanda 1160 istilik şəklində də ətrafa yayıldı bu enerji. Ümumi tənliyə gəldikdə isə, əlbəttə ki, gəlin buradan da yazmayayım. Ümumi tənliyimizdə karbon, deməli, glikoza, C6H12O6, 6 mol oksigeni birləşdirdi özünə, 38 mol ATF sərf olundu. Bu 38 mol hardan alındı, heç onu demədim. 38 mol hardan alınacaq? 36 mol oksigenli mərhələdən, 2 mol da oksigensiz mərhələdən toplananda 38 mol. Sonra ATF nə qədər alınacaq? 38 mol. Bunun 2 molu oksigensiz mərhələdən, 36 mol da oksigenli mərhələdən, 38 mol da ATF alınmış olacaq. Sonra su, 2 mol su oksigensiz mərhələdən, 42 mol su da oksigenli mərhələdən. Toplam nə qədər su olacaq? 44 mol su əmələ gəlmiş olacaq. Gəlin baxaq görək, düzmü dedik? Bəli. 1 mol glikoza, 6 mol oksigen, 38 mol ADF, 38 mol H4PO4 sərf olunanda ümumi enerji mübadiləsinə 6 mol karbon qazı, 38 mol ATF, 44 mol su və 2800, hansı ki 2600-ü oksigenlidən, 200 kilojoulu da oksigensiz mərhələdən alınan enerji idi. Cəmləndi. Nə qədər? 2800 kilojoul enerji əmələ gəlmiş oldu. Ümumi tənlikdə gəl baxaq görək bunun nə qədər ATF oldu. 2800-dürmü? 38 mol ATF-dirmi? 38-i mən vuraram 40-a. Eləyər 2 buradan, 3 də 12, 5 də buradan, 3, 32 də 1520. Deyərəm 1520-si ATF şəklində toplanacaq. ATF. 2800-dən də 1520 çıxanda, deməli, ondan 2, 8, 520 çıxaq buradan, 1520 riyaziyyat, dəhşət. Ondan 2-si 8-i, deməli, 17-dən 5-i, 17-dən 5-i çıxancası qalır. 17-dən niyə 5-in çıxaq? 7-dən 5-in çıxaq elə. 7-dən 5-in çıxanda 2 və 1. Deməli, 1280 isə istilik şəklində ətrafa yayılacaq. İstilik. 1280 istilik şəklində ətrafa yayılır. Düzmü dedik? Burada yazılmışmış. Hesapladım yenə də. 1520-si isə ATF şəklində toplanmış olacaq ümumi tənlikdə. Bu şəkildə gəlin qısa xülasə gedək, görək nə öyrəndik bugün. Öyrəndik ki, mitoxondrilərdə enerji mübadiləsi gedir. Enerji mübadiləsinin mexanizmi 3 hissədən ibarətdir. Birinci hazırlıq mərhələsidir. Hazırlıq mərhələsində monomerlər və istilik alınacaq. Məsələn, amin turşular alına bilər, nukleotidlər alına bilər, glikoza alınacaq. Bu hazırlıq mərhələsidir. Hüceyrənin burada enerjisi olmur. Enerji əmələ gəlmir. İkinci mərhələ isə oksigensiz mərhələdir. Sitoplazmada gedir. Mitoxondriya ehtiyac yoxdur burada. Oksigensiz mühitdə yaşayan canlılarda gedir. Bu zaman, deməli, glikoza parçalanacaq. Əvvəlcə pirozium turşusuna, sonra o pirozium turşusu da olacaq süd turşusu. Süd turşusu, bax bu proses gedərkən, yəni glikoza süd turşusuna parçalanarkən, mühitdən 2 mol ADF-i götürəcək bu canlı, eləyəcək 2 mol ATF. Özünə yəni birləşdirəcək 2 mol H2PO4 də, belə deyək. ADF özünə H2PO4-ü birləşdirəcək, burada yazmamışam, düzdür. H2PO4-ü. Eləyəcək 2 mol ATF. Yəni enerji 2 mol ATF alınacaq. Sonra 2 mol da su əmələ gələcək. Həmin bu oksigensiz mərhələdə 200 kilojolda enerji əmələ gələcək. 80 ATF şəklində toplanacaq. Sonra əgər bu canlı oksigenli mühitdə yaşayırsa, bunun 3-cü mərhələsi də gedəcək. Yəni oksigenli mərhələ. Oksigenli mərhələdə isə mitoxondri iştirak edəcək. Mitoxondrinin bizə lazımdır. Nəyi? Onun daxili divarı. Bu proses mitoxondrinin daxilində süd turşusu əvvəlcə hidrolizə uğrayır. Hidrolizə uğrayarkən, bax belə, hidrolizə uğrayarkən, deməli, neytral formada hidrogen nəylər alınır? Molekullar alınır. Bu molekullar başlayır elektron verərək xaricə çıxmağa.
və düzülür xarici, daxili divarın xaricinə. Və bu zaman karbon qazı demələ gəlir. Hidrogen pluslar daxil divarın xaricinə düzüldü. Daxildə isə həmin bu hidrogenin verdiyi elektronları oksidaza götürür, oksigenə yapışdırır. Deyir ki, sən burada boş niyə durmursan? Bu elektronları götürür, özü qoy cibivə. Qoyur, deməli, daxildə olan oksigenlər oksidaza fermentinin təsiri ilə hidrogendən qopmuş elektronları özünə birləşdirir və olur oksigen mənfilər. Oksigen mənfi iyonları da düzülür hara? Daxili divarın daxilinə. Daxil divarın xaricindən hidrogen, daxilindən oksigen başlayır divarı zərbələr endirməyə və divar 200 millivolt deməli gərginliyə çatanda ATF sintetaza kanalı açılır. Kanal açılan kimi içəriyə hidrogenlər belə keçməyə başlayır. Keçir, hara keçir? Mitoxondrinin daxili divarının xaricindən daxilinə keçir və hər 24 dənə hidrogen keçəndə 36 dənə ADF özünə 36 dənə H3PO4 birləşdirib 36 mol ATF əmələ gətirir. Enerjimiz əmələ gəlir. Və bu proses olacaq. Nə? Əlbəttə ki, oksigenli parçalanma. İndi bu oksigenli parçalanmada hidrogenlər daxilə keçərkən oksigenlərlə birləşir və su ilə oksigen əmələ gətirir. Hansı ki, bu oksigen də oksigenli parçalanmanın əsasıdır. İndi daxildə süd turşusu, oksigen də əmələ gəlibdir daxildə. Burada daxildə süd turşusu da var. Süd turşusu ilə oksigen yaxınlaşan kimi başlayacaq oksigen süd turşusunu parçalamağa. Oksigen süd turşusunu burada parçalayır. Hidrogenlər də 24-24 içəriyə keçdikcə 36 mol ADF, 36 mol H3PO4 özünə birləşdirir və alınır nə? 6 mol karbon qazı, 36 mol ADF, 42 mol su, 2600 kilojolda enerji alınmış olur. Bu şəkildə bizim oksigenli mərhələmizdə başa çatmış olur. Ümumi tənliyə gəldikdə isə 1 mol glikoza, 38 mol ADF, 2 molu oksigensizdən, 36 molu oksigenlidən, 38 mol H3PO4, bunun da 2 molu oksigensiz mərhələdən gəlir. 36 mol da təbii oksigenli mərhələdən birləşir. 6 mol karbon qazını, 38 mol ATF-i, 44 mol da suyu və 2800 kilojolda enerjini əmələ gətirmiş olur. Bu da bizim nəyimizdir? Əlbəttə ki, enerji mübadilə mexanizmimizdir. Ümid edirəm, aydın oldu bu şəkildə sizə. Buradan əsas suallar təbii ki, düşəndə bizim bu əsas tənliklərlə bağlı düşür. Tənlikdə bir dənə bir şey yadda saxlayın ki, oksigenli mərhələdə 36 mol ATF əmələ gəlir. Ümumi tənlikdə isə 38 mol. Ümumi tənlik deyəndə sən oksigenli ilə oksigensizi bir götürəcəksən, birləşdirəcəksən. Bu ümumi tənlikdir sənin. Amma ayrı-ayrılıqda təbii ki, oksigensiz sitoplazmada gedir, oksigen iştirak eləmir. Oksigenli isə mitoxondridə gedir. Əgər canlının mitoxondrisi yoxdursa, oksigenli mərhələ gedə bilərmi? Xeyr, gedə bilməz. Bu şəkildə. Bu da bizim deməli ATF-in enerjinin əmələ gəlməsi. Fikir verdinizsə, mitoxondri bu ATF-dən özü çox istifadə eləmədi. Bu ATF-in əsası hüceyrə üçün gedir, digər orqanoidlər üçün gedir. Ona görə enerji mənbəyimiz mitoxondrilərdir. Canlının, deməli hüceyrənin ATF ehtiyatı isə əzələnin 20-30 dəfə yığılmasına bəs edər. Burada başqa heç bir şey yoxdur, elə burada dediklərimizdir. Bu qədər. Ümid edirəm sizə aydın oldu, işinizə yaradı bu izah. Sağ olun, salamat qalın.